Demək, KSG 3 variant C. Buyur. Aşağıdakı təhlilçilərdən hansının kökləri qarşılıqlı əks ədədlərdir? Hı -hı. Qarşılıqlı bir var, tərs ədədlər. Bir də var qarşılıqlı əks ədədlər. Qarşılıqlı əks ədədlər odur ki, biri müsbət olanda digəri nə olur? Mənfi olur. Mən Ay sağ ol. Kökləri, yəni ki, kökü var. Eyni qiymət olur, sadəcə işarəci əks olurlar. Məsələn, birincisində A variantına bax. X kvadrat çıxılsın 13 bərabərdir 0. Keçirsən sağ tərəfə olur x kvadrat bərabərdir müsbət 13-ə. X də bərabərdir kök altında müsbət mənfi 13-ə. Aynı oldu. burada elə. Bəli, elə oldu. Çünki iki qiyməti olur kvadratın. Biri müsbət götürülür, biri də mənfi götürülür. B'də də düzdür. Birini müsbət, birini mənfi alırıq. Amma fərqli-fərqli qiymətlər alırıq da. C'də isə elə ancaq 0 alırıq. 2. X kvadrat çıxılsın 3x-dən gəlsin 1 bərabər 0 kvadrat əlinin kökləri x1 və x2-dir. Kökləri x1 bölünsün x2 və x2 bölünsün x1 olan kvadrat əlini quru. Aysa bir dəfə bunları toplamalıyıq. Köklər cəminə görə bir dəfə də vurmalıyıq. Buranda 1 alınır. Toplayanda nə alınır? x2, x1. x1'in kvadratı üste gəlsin. x2'nin kvadratı alınır. Düzdür? Bəli. x1 vurulsun x2 onsuz da 1'dir. Kökler hasili oradan görünür. 1'dir. Ancaq bu yuxarını əlavə düsturundan açmaq lazımdır. x1 plus x2'nin kvadratı çıxılsın 2x1, x2 düsturu ilə. x1 plus x2'də buradan götürsək müsbət 3 götürür. 3'ün kvadratı da edir 9. 9 çıxılsın 2. 9'dan 2 çıxan neçə edir? Bölünsün 1. 7. Deməli, köklər cəmi səmralı 7'dir. Köklər hasili 1'dir. Hansı cavab olacaq orada? C. Doğrudur. 3. Qanunun hansı müsbət qiymətində x kvadrat çıxılsın k x-dən gəlsin k üzərinə gəlsin 3 bərabər 0 kvadrat əlinin 2 bərabər kökü var. Nə vaxt 2 bərabər kök olur? Ne deməliyim? Nə vaxt 2 bərabər kök olur? Diskriminant sıfırdan bərabər Diskriminant olanda. bəli 0-a bərabər olur. Götür diskriminantı 0 elə. Mən k-nın kvadrat çıxılsın 4 vurulsun 1 vurulsun 9 bərabər 0. K kvadratı bərabər 36-ya, k da bərabərdir 6-ya, B variantı. Vuranda 12 eləməlidir, mənfi 12 eləməlidir. Toplayanda 4 eləməlidir. Hansı qiymətləri götürmüsən? 2 və 6 4 ilə götürmüsən də. 2 və 6 B. 2 və 6 götürürük. Özdə biri mənfi 2-dir, biri müsbət 6-dır. Mənfi 2-ni 6-ya vuranda mənfi 12 edir. Mənfi 2 ilə 6 toplayanda müsbət 4 edir. Ona görə müsbət kök olduğuna görə 6 götürürsən. Bəli, B variantı. X kvadrat çıxılsın 8x-dən gəlsin Q bərabər 0 kvadrat əlinin kökləri x1 və x2 deyir. 3x1 çıxılsın x2 olarsa Q-nü tapın. Aysa, necə eləyək? Köklər cəmi nəyə bərabərdir? Baxanda nə gör? Hərlikdən köklər cəmi necə götürəcəksin Səmra? Yox. 5 yox. 3x1 8 çıxılsın də x2 bərabər. x1 plus x2 bərabər olacaq 8-ə. Özdə müsbət 8-ə. Bəli. Bəs Mən köklər burada hansı? 3x1 çıxılsın x2 4 12 bərabərdir. 4x1 20, x1 5, x2 3. Köklər hasildə küdür də. İndi mən burada Bəli. məsələn gətirib bunun aşağısından da 3x1 çıxılsın x2 bərabərdir 12 yazsam, toplayanda tərəf tərəfə x2-lər gedəcək.
olacaq 4x1 bərabər nəyə? Topla da tərəf-tərəfə topla bunları. Mesela x1 ilə 3x1'i topla. x2 ilə, müsbət x2 ilə, mənfi x2'ni, 8 ilə də 12'ni yazın. E, 4x 4x1 olsun. Bərabərdə 10, yox, 20-yə. Nice. Buradan da x1'i tapsa. 5. Aha. Gəlin x2'ni də tap. Yerine koy. Hansısa birində. E, burada mı Hı. 3, Hansısa? yox, x1 5'li, x2 3. Bəli, x2 də 3'tür. İndi Q'ni istəyir. Q nəyə bərabər? Tənliyin köklər hasilini. Yəni x1 vurulsun x2. x1'i də x2'ye vuranda neçə eləyir? x1 mənim neçə? 15 eləyir. Bəli, demək köklər hasili Q də 15'dir. 5. X kvadrat çıxılsın 5x üzərinə gəlsin. Üst bərabər sıfır kvadrat tənliyinin kökləri x1 və x2'dir. 2x1 üzərinə gəlsin 3 vurulsun 2x2 üzərinə gəlsin 3 ifadəsinin qiymətini hesablayın. Davay, bura açaq. Mənim 4x1 x2 üzərinə gəlsin 6x1 x2 üzərinə gəlsin 9x1 üzərinə gəlsin x2 bərabərdir 3-ə. Aha. Burada indi məsəl üçün bax 4x1 x2'dir. x1 vurulsun x2 nəşədir bizdə? 5. Yox. 3. Köklər hasili həmişə 3. burada olur. Onu deməli 4'ü 3'ə vururam. Sonra üstə gəl. Buradan ortaq olaraq 6'nı çıxarsam x1 plus x2 olur. x1 plus x2 nəyə bərabərdir? Müsbət 5'ə. 5'ə. 6'nı da vururam 5'ə. Üstünə də gəlirəm 9'u. İndi hesablayaq. 4'ü 3'ə vurduq. 12. 6'nı 5'ə vurduq. 30. Bir də üstə gəlsin 9. Neçə alırıq? Elə 51. Bəli, 42, 42'nin də üstünə 9 gəlir. Sonra Kvadratın eni kvadratdan eni 4 cm olan zolaq kəsildi. Kəsilmiş zolağın sayısı qalan sahədən 20 cm kvadrat az olarsa kvadratın tərəfini tapın. hı -hı. 4x bərabərdir Deməli, x eni 4 kvadrat cm 4. olan kvadratdan zolaq kəsilmişsə, kəsilmiş zolağın sahəsi də qalan sahədən 20 cm kvadrat qədər azdır. Kvadratın tərəfini istəyir. İndi eləmisən. Burada 4x bərabərdir x kvadrat çıxılsın 4x çıxılsın 20 bərabərdir x-a. Yox, x kvadratda çıxılsın 8 x çıxılsın 20 bərabərdir 0-a. İstinadda tənlik alırsan, yəni kvadrat tənlik eləyirsən də. Kvadratın normalda tərəfi bilirsən ki, x-dır. Bilmirik nə qədər. Amma sahəsini tapanda x-ə vurursan. Düzdürmü? Olur x-in kvadratı. Eni nə qədər idi? 4'tür. 4. O da olacaq 4x. 4x qədər kəsmisən də. Ona görə yazarsan ki, x-in kvadratı çıxılsın 4x. Düzdürmü? Qalan sahədən də 20 cm azdır deyir. Bərabər eləyəcəksən 20'yə. Yəni olacaq 4x çıxılsın x kvadrat plus 4x bərabər olmalıdır bizdə 20'yə. Bu da eləyir x-in kvadratı üstə gəl 8x bərabərdir 20'yə. Bir tərəfə də yığanda bəli. Diskriminantda tənlik alırsan. Kökləri hansı tapırsan vuranda belə deyək də mənfi 20 eləməlidir. Toplayanda isə müsbət 8 eləməlidir. Bəli.
10'dan 2. Mənfi 2 götürmürük, çünki tərəf mənfi ola bilməz. Müsbət 10 götürürük. Aynı oldu. Bəli. 7. Köklərindən biri kök altında 3 üzərin gəlsin 2 olan tam əmsallığa çevrilmiş kvadrat tənlik qurun. Hı -hı. Deməli, x1'imiz bərabərdir. Kök altında 3 üstə gəlsin 2'ye. x2'miz də olsun. Kök altında 3 çıxılsın 2 məsələn. Tərs olsun. Bəli. Bunları məsəl üçün biz vuranda köklər hasil olur da. Vuranda olur onda kök altında 3 çıxılsın 2'nin kvadrat düsturu. Bəli. Ancaq toplayanda isə köklər cəm edir, ortadakı olur. Amma bizdən tam əmsallı istəyir də. Səmra, necə eləyək ki, tam əmsallı olsun? Yəni biri kök altında 3 plus 2'dirsə digər neçə götürək? Digərindən kök altında 3 çıxılsın 2. Ödəmir axı onda. 2 çıxılsın kök altında 3 götürək bəlkə. Bəli, mən. İndi gəl toplayaq bunları. Peki. Toplasaq kök altında 3 plus 2 çıxılsın kök altında 3. Bax gördün kök altında 3'lər getdi. Qaldı 4. 4. Buranda da ödədi 1. Deməli ödəyir də belə. Belə olduqda ödəyir. Deməli hansı tənliyi alırıq onda? Köklər cəmi 4'dür, köklər hasili də 1'dir. Bu qarşılıqlı A. bəli A variantı olacaq. 8. X kvadrat çıxılsın mx üzərin gəlsin 4 bərabər 0 və x 2 üzərin gəlsin nx çıxılsın 4 bərabər 0 kvadrat tənliklərin köklərindən biri ortaqdır. Bu tənlikləri ortaq olmayan köklərin cəmini tapın. Bəli, ortaq yəni hər ikisindən uyğun olan bir kök götürülməsi. Məsələn, bax vuranda müsbət 4'dür, vuranda mənfi 4'dür. Demək ki, bunun mütləq köklərindən biri 1 ilə 4, düzün? Biri 4'ə vuranda 4 eləyir də. Və yaxud da 2 ilə 2. Aydındır. Bəli. Ortaqdırsa müsbətin götürə bilirsən də, mənfisini götürə bilmirsən axı. Müsbətin götürürsənsə, bunun ortaq olmayan köklərinin cəmi deyəndə isə biri 100% müsbət olacaq, biri mənfi olacaq. Məsələn, bunun kökləri tutaq ki, mənfi 2 ilə müsbət 2 götürdün. Bunun köklərini isə 2 ilə 2 götürdün, düzdürmü? Bəli. 2 verirsən, hər ikisində ortaq 2 varsa, digər köklərindən biri 100% mənfi olur, biri neçə olur? Müsbət olur. Onda bunların köklər cəmi nə verəcək? Mənfi 2 ilə müsbət 2'nin cəmi. 0 verəcək. Aynı nə oldu? Bəli. 9. x2 yox. X Bunun kvadrat çıxılsın köklərindən biri 4'dürsə, aparıb yerinə x'in yerinə 4 qoyacaqsan. Bunun köklərindən biri 3'dürsə, burada da x'in yerinə 3 qoyacaqsan. Yəni birincidə məsəl üçün 4 qoyaq. 4'ün kvadratı 16 çıxılsın. K üstə gəlsin 4, vurulsun 4, üstə gəlsin n bərabərdir 0'a. Vurub açsaq 16 çıxılsın 4K çıxılsın 16, üstə gəl n bərabərdir 0'a. 16'lar ixtisar getdi. Aldıq mənfi 4K üstə gəlsin n bərabərdir 0'a. Bu aynı oldu. Bəli. İndi ikinciyə baxırıq. Bunda kvadrat tənliyin köklərindən biri 3'dür. Bu səfər yerinə 3 qoyuruq x'in yerinə. 3 qoysaq 9 çıxılsın 2K üstə gəlsin 1 vurulsun 3 üstə gəlsin n bərabərdir 0 açırıq. 9 çıxılsın 6K çıxılsın 3 üstə gəl n bərabərdir 0'a. 9'dan 3 çıxanda eləyir 6. 6 çıxılsın 6K üstə gəl n bərabərdir 0'a. Mənfi 6K üstə gəlsin n bərabərdir mənfi 6'ya. Bu da aydın oldu. İndi Bəli. deyək ki, bu tənliyin digər kökləri bərabər olarsa, K-nı tap. Bərabərsə, onda bərabərləşdirib K-nı tapa bilərsən. Neçə almısan? 3. Yox, mən 1.
Niye 2 götürebilir de K'nı? 2 götürse ödeyecek. Çünkü bunları beraberleştirmek için K'nın kıymeti 2 götürende ödüyor. Bəli. Aynı oldu. 10'uncu. X kvadrat çıxılsın 9x gəlsin 20 bərabər 0 kvadrat tənliyinin ən böyük ölçüsünü tapın. Aysal vuranda 20 eləməlidir, toplayanda 9 eləməlidir. 4 ilə 5. En büyük kökü de içinde ne olacak? 5 olacak. 5. Yani biz bunu bir dəfə mənfi kimi açırıq, düzdür. Modulu. Bir dəfə də müsbət kimi açırıq. Fərqi yoxdur da. Yəni hansı formada açırsanız yenə də vuranda 20 eləməlidir. Toplayanda isə nə olmalıdır? Ya müsbət 9 almalısan, ya da mənfi 9 almalısan. Ya hər ikisi mənfi 4 ilə mənfi 5 ola bilər, ya da hər ikisi müsbət 4 ilə müsbət 5 ola bilər. İçində də ən böyük olan 5'dir. Bəli. Və 11'də Qanunun isə tam qiymətində x kvadrat üzərinə gəlsin, kx üzərinə gəlsin 16 bərabər 0 tənliyinin çeşidlər tam ədədlərdir. Aysa. Vuranda məsəl üçün 16 olan ədədlərimiz hansıdır? 1 ilə 16'dır. 2 ilə 8, 4 ilə 4, Aysa. Yəni tam ədəd olmalıdır. 16 ilə 1. Aha. 8 ilə 2, 4 ilə 4. Yerlər dəyişiklik olur da. Hansı qiymət? Neçədən tam qiymətində təyin kökləri tam ədəd oldu? 3. 6 dənə də. 3 burada, 3 də orada. Bəli. 6. 12. 12-də müəllim x kvadrat üzərinə kx üzərinə gəlsin, k üzərinə gəlsin 3 bərabər 0 kvadrat tənliyinin uyğunluğunu müəyyən edin. Ha, indi burada təyin uyğunluğu müəyyən etməliyik. K-nın məsəl üçün mənfi 3 qiymətini yerinə qoysaq nə olur? X kvadrat çıxılsın 3x mənfi 3 ilə də 3'ü toplayanda 0 edir də bərabərdir 0-a. Düzdürmü? Buradan Bəli. x'i mötərizə xaricdə çıxardanda bir dəfə 0 olur, bir dəfə də 3 olur. Yəni iki müxtəlif həqiqi kökü olur və köklərindən də biri mütləq 0-a bərabər olur. Düzdürmü? Birinci Bəli. aynen değildi. İkincide x'in yerine 3, k'nın yerine 3 koyak. K'nın yerine 3 koysak terliğimiz nece olacak? Den göster nece olur? Ee, Mən 2-yə k bərabər C olacaq. Koyduğun 3 yerine Semra. K'nın yerine 3 Tamam. koyduğunda ne C olur? X'in kvadratı sonra üste gelsin ne? K'nın yerine 3 3x koy. Aha 3x sonra üzərinə 3. 3 üste gel 3 ne B çelir? üzərinə k. Üzərinə mən 3, üzərinə də 3 bərabər 0, yəni 6 bərabər 0. Aysa. Şimdi bunun köklerini tap zahmet olmaz. Mənim C var. Yox. Düz değilsen həqiqi Mən kökü həqiqi kökü yoktur. yoxdur. Bəli, C variantı. İndi K6 olanda da yoxla, zəhmət olmaz. Mənim K6 olanda da e, köklərin biri 0-a bərabərdir. Yox. X kvadrat yerine koyalım da Semral. Üste gel ne? Üzərinə gəlsin 6x, üzərinə gəlsin
6 üzərinə gəlsin 3 bərabərdir 0, yəni 9 olacaq. Hı -hı. Mən 2 bərabər kökü var. Ay sağ ol. Bu düsturda yadındadır da. Demək ki, bərabər kökü var. Bu qədər.